Herkese salamlar. Gəlin bugün anlamaya çalışaq. Niyə özümüzü tanımaq yolunda biz çox zaman düşünsək də ki, biz özümüzü dönüşdürməyə çalışırıq. Fərqində olmadan əslində başqa insana və ya situasiyaya təsir etməyə çalışırıq. Lap geriyə getsək, təkəmmülün ilkin etaplarında, çünki biz yavaş-yavaş bu dünyaya qarışmağa çalışırıq, özümüzü tanımaya çalışırıq bir növ. Biz çox yetərincə subyektiv oluruq. Düşüncəmiz çox dar olur. Və orada hər şey mənim üçündür, mənim haqdadır, hər şey mənimlə bağlıdır. Subyektivliyində tək mən varam. Ona görə bizə bir növ o birisi insan heç maraqlı deyil. Bizim beynimizdə hələ mürəkkəb konstruksiya yoxdur. Harda ki, var başqa insan, onun hiss etdikləri, yaşadıkları. Axı situasiyada iki kişidir, düzdür, iki insandır. Var mən, mənim hiss etdiklərim, yaşadıklarım. Var bizim haqda aramızda baş verənlər. Və mən bunların o üç faktoru nəzərə alıram, analiz edirəm, nəticə çıxardıram və sonra yavaş-yavaş çalışıram bir növ fərqli qavramağa, fərqliliyi gətirməyə, əgər başqa bir dönüşüm istəyirəmsə. Görürsünüz neçə etaplı bir prosesi mən sizə dedim. İlkin etaplarda isə biz sadəcə qərar verməyə çalışırıq. Kimdir günahkar? Niyə? Çünki başqa insan yoxdur bir növ, varsa da günahkardır. Bizə vacibdir günahkarı tapmaq, çünki ilkin o dar düşüncə tərzində bizə çox vacibdir anlamaq. Odur haqlı, yoxsa mən? Niyə? Çünki nəticə olaraq biz qərar verməyə çalışırıq. Bu bizə həyati vacibdir o etapda. Sən pis insansan, yoxsa mən? Bizim özümüz haqda yaratdığımız bir anlayış var, bir obraz var. Hansı ki, realistik bizdən yetərincə məsafədədir. Yəni, uzaqdır bizim real obrazımızdan. Və bizə onu qorumaq və saxlamaq çox vacibdir. Və əlbəttə ki, öz-özlüyündə o yaxşı bir obrazda, harda ki, bizim negativ saydığımız, pis, çirkin saydığımız aspektlər, tərəflər daxil deyil. Və bizə bunu qorumaq çox vacibdir. Çünki bu özümüz haqqında yaratdığımız bir anlayışdır və onun dağılması ya da birəcə tərpənməsi o deməkdir ki, necə mən haqsızam. Ona görə o etapda elədir. Amma təsəvvür edin, mən bir insanla münasibətdəyimsə, münaqişəm var ya da aramızda bir şeylər baş verir. Bu əks-cinsli ola bilər, qaynana ilə ola bilər, ana ilə, bacı ilə, qardaşla fərqi deyil. Sadəcə iki insan düşünün. Mən axı narahatam, görürəm ki, aramız gərgindir. Mənim istədiyim kimi deyil. Bəli, mənim istədiyim kimi deyil. Çünki mən səni hələ nəzərə almıram. Sən mənim üçün hələ bir insan kimi peyda olmamısan. Sənin varlığın hələ mənim üçün önəmi yoxdur. Mən anlamıram bunu ki, səni nəzərə alın və hisslərini. Mən nə edirəm? Başlayıram bir növ sənə diktə etməyə və deməyə ki, sən necə birisi olmalısan. Özümdə problem görmürəm. Problem görsəm də, güya özümlə işləyirəm. Niyə güya? Çünki, əgər əvvəl də dediyim kimi, mənim üçün özüm haqda yaratdığım mən yaxşı insanım, xeyirxah, düzgün insanım obrazını qorumaq həyati vacibdirsə və mən bir növ terapiyada deyiləmsə, harda ki, mənim terapevtim yavaş-yavaş mənə özümə tanıtmağa çalışır, qurbana salmadan, mən özümlə işləyərkən çox asanlıqla pis saydığım aspektlərimi belə yan keçirəm, onları görməzdən gəlirəm və bu halda əsla və əsla insan özünü tanıya bilmir həqiqətən və dönüşüm baş verə bilməz. Çünki mən özümü tanımağa başlayanda bir növ o yaşadığım balaca belə bir ada düşünün. O ada belə genişlənir, yekəlir və yaşadığım məsafə böyüyür. Amma mən özüm
Mənim özümlə işləyirəmsə, bunu yan keçdim, bunu yan keçdim, bunu gördüm, görmədim, mən eyni yerdə qalıram. Eyni qaldığım yer isə mənim haqlı, düzgün olduğum yerdir. Deməli, günahkar yenə də sənsən. Sənin mənə dediklərin, bəs sən, onlar da heç biri təsir eləmir. Çünki mənim kontur arqumentim mütləq olacaq ki, hə, mən bəlkə də bunu edirəm, amma sən, yəni sənin günahın, sənin qəbahətin, sənin səhvin daha böyükdür, nəinki mənim. Yenə də sən mənimlə müqayisədə uduzursan, pis sənsən, mən də pis olsam belə, səninlə müqayisədə yenə də yaxşıyam. Fikir verin necə dar baxışdır. Nə dərəcədə biz başqasına təsir etməyə çalışırıq. Məsələn, əgər bu kişi ilə qadın arasında baş verirsə, kişi qadını görmür, eşitmir. Direkt olaraq gedib ondan soruşmur, bəs sən nə istəyirsən? Və məsələn, maşın, ev alaraq, nə bilim, bəlkə hansısa brilyantlar, zinət əşyaları, geyimlər, səyahətlər təşkil edərək bir növ situasiyanı düzəltməyə çalışır. Situasiyanı anlamadan, danışmadan həll etməyə çalışır. Yəni, səni bağladım, qutardı, belə getdi. Niyə direkt olaraq oturub insan qadınla danışmır? Çünki onunla danışarkən gərək mən axı səni nəzərə alım artıq. Sənin varlığın vacibiyyəti olsun. Sadəcə mən yoxam. Sən də var imişsən. Sənin də istəyin, tələblərin, gözləntilərin var. Və mən bunları nəzərə almağa məcburam. Deməli, dünya təkcə mənim haqda deyil. Həyat sadəcə mənim üçün deyil. Mən də gərək səni də görüm. Və bütün bu prosesdən keçərkən ən vacib isə odur ki, bizə başqasıyla kontaktda olmaq, onu dinləmək, onu görmək, eşitmək, analiz eləmək emosional olaraq o qədər çətin gəlir ki, biz hazırıq situasiyaya təsir edək, situasiyanın içinə daxil olmadan, yetər ki, o insanla birə-bir kontakta girməyək. Çünki onda biz özümüzün içində yaşadığımız emosional fırtınalarla qarşılaşırıq, tab gətirə bilmirik. Eyni zamanda da qarşı insanın dedikləri bizə çox zaman qarşı insanda indi baxır təkəmmül yolunun arasında da o da günahlandırmanı, manipulyasiyalardan istifadə edir ki, bu insana təsir etsin və başlayır bir növ müharibə. Yəni iki insandan heç olmasa biri təkəmmül yolunda biraz irələməyibsə, harada ki səni görürəm, məni görürəm, situasiyanı anlamaya çalışıram, analiz etməyə çalışıram. Əgər bu baş vermirsə, bu sadəcə bir növ canavarın qapışmasına çevrilir. Harada ki, iki insan qərar verməyə çalışır ki, kimin canavarı daha güclüdür və kim kimi əzəcək və qalib hiss edəcək. O birisi isə əzilmiş, uduzmuş bir heyvandır, parçalanmış bir heyvan kimi hiss edir özünü. Əgər məsələn tərsinə çevirək, qadın kişiyə təsir eləməyə çalışırsa, o da özündə bir problem görmür, o da isterikalarla, qıyqışqırıqla, emosional təzyiqlə oğlana deyir ki, sən belə olmalısan, sən beləsən, səndə problem odur, problem budur. Eyni zamanda olur situasiyalar, harada ki, insan həyata təsir etməyə çalışır. Məsələn, qərar verir ki, həyatda problem var, Allah bilir. Özü də Allaha da inanan insan da ola bilər. Deyir ki, nəsə burada belə səhv var, həyat düzgün qurulmuyor. İdeal rəsmdə belə olsaydı belə olardı, dövlət belə olsaydı belə eləyərdi, ekonomika belə olsaydı, bütün dünya ölkələri və başçıları belə yox, belə eləsəydi, belə eləsə bir növ utopiya haqda danışır. Onda hər kəs daha xoşbəxt və problemsiz yaşayardı. Və əlbəttə ki, həyat isə öz istədiyi kimi davam edir. Quruluşdan bəri belədir. Və mən bir növ küsürəm həyata və hətta depressiyaya qədər özümü sala bilərəm. Haradakı depressiyada mən həyatdan küstüm, həyat mənim qaydalarımla oynamır, mənim istədiyim kimi deyil, onda mən küstüm və yaşamıram. Əgər sən də oxşar belə bir situasiyadansan, bəlkə sənə indi tanış gəldim, haçan ki, sən birisinə bəlkə fikri çatdırmağa çalışmısan, o insan isə səni görmür,
mən səni çox gözəl anlayıram. Amma eyni zamanda sən öz pozisiyandan da baxmalısan. Mən o insanı görürəmmi? Yoxsa sadəcə öz istəyimi yeritməyə çalışıram? Mən o birisi insana insan kimi mi davranıram, yoxsa sadəcə bizim canavarlarımız qapışır? Biz çox-çox uzun bir yol getməliyik, hardakı bir-birimizin qarşısına iki insan kimi çıxırıq. Hardakı bizə kimdir günahkar, kimdir pis və yaxşı artıq maraqlandırmır. Çünki biz bizim aramızda və bizimlə nə baş verdiyini anlamağa çalışırıq. Bu yola gəlmək üçün isə hər iki tərəf, əks cins olmaya bilər, yəni bu iki rəfiqə ola bilər, iki bacı ola bilər, bacı qardaş. Hər iki tərəf özünü tanımaq yoluna çıxmalıdır. Situasiyaları anlamaq yoluna çıxmalıdır. İnsanın daxili dünyasında nə və niyə baş verir deyə anlamaq yoluna çıxmalıdır. Əks halda biz məcburuq bir növ bu manipulativ taktikalardan istifadə etmək, dalaşaraq yaşamaq, yetər ki özümüzü yaxşı insan statusunda saxlaya bilək. Ümid edirəm sizə maraqlı oldu. Gələn həftə mütləq görüşərik.